Salam müəllimlər və müəllim olmağa hazırlaşan namizədlər. MİQ 2026-cı ildə texnologiya fənnindən istifadə olunan metodika suallarımızdan birinə izah vermək istəyirəm. Birinci sualımızda deyir ki, şagirdlər mövzunu anlamaqda və refleks etməkdə çətinlik çəkirlər. Bu halın yaranma səbəblərindən hansı doğrudur? Bilirsiniz ki, refleksiya uşağın nəyi bilib, nəyi bilməsini üzə çıxartmaqdır. Zaten anlamaqdan o mənaya gəlir. Müəllim şagirdlərdə özünü qiymətləndirmə və metakognitiv bacarıqlarını formalaşdırıb olsaydı doğru olardı. B. Dərsdə texniki vasitələrdən yetərincə istifadə olunmayıb. Yenə bunun əksi olmalıydı. Dərsin məqsədi və qiymətlənmə meyilləri şagirdlərə elan edilməyib. Bu ümumiyyətlə dərsin gedişatına zidd olan bir şeydir. Ancaq müəllim mövzu ilə bağlı çox tapşırıq işlətməyib deyəndə elə doğru cavabımız bu olacaq. Çünki əgər müəllim dərs keçirsə və o dərsə uyğun uşağa bir tapşırıq vermirsə, bu zaman uşaq təbii ki də refleksiyada çətinlik çəkəcək. Zaten biz özümüz də hansı bir mövzunu oxuduğumuz zaman əgər o mövzu ətrafında hansısa bir test tapşırığını tətbiq etmiriksə, bu o mövzu ətrafında hansı biliyə yiyələnməyimizi üzə çıxarmağımıza çətinlik çəkə biləcək məqamlardandır. Çünki əgər bildiyimizi refleks eləyiriksə, bu zaman həmin o biliyin anlamasının tətbiqə çevrilməsidir. Zaten iyerarxik olaraq taksonomiyadan bu nəticəyə gəlinir. Ona görə doğru cavabımız olacaq D bəndi.